Qurban bəy, bir-iki cümlə deyib mən çıxacağam. Buyurun. Deyim ki, Vüsal Ələsgərovgilin məhkəməsində Fuad Ağayevi gətirdilər şahid qismində. Bir halda ki, Fərid də buradan salamlayıram, Fərid sadaladı, mən bunu da deyim. O orada dedi ki, hərbi prokuror Xanlar Vəliyev burada istintaq aparır. Niyə məni boşlayırdı o istintaka ki, mən orada adam öldürüm? Bu adam, bunu demiştim, biraz hərbiçiləri sadaladı. Ama en büyük orada diyeyim ki, işi göre Xanlar Vəliyev olubdu. İşin aparıcısı Xanlar Vəliyev de orada ayın birindən axıra kimi Tərtər hərbi prokuror müstəntiq qarışığı Fuad Məmmədov və digərləri orada olubdu. Bir də hüquq idarəsi Elçin Əliyev haqqında bir kəlmə deyib. Mən məhkəmədə Elçin Əliyevə dedim ki, sən hüquq idarəsinin, yəni rəisi olmuşsan. En büyük səlahiyyətli şəxs sən olmuşsan. Niyə bizim balalarımızın hüquqlarını qorumamısan və orada olmuşsan? Dedi ki, hüquq nədir, qayda nədir, qanun nədir? Nədən danışır? Orada heç nə yoxdur. Bu adam hüquq, qayda, qanun olmayan yerdə, yəni ki, bu indi gedib yenə də hüquq idarəsində dedi ki, Fərid dedi deyəsən, bu adam deyib, bu ölkədə açıqsa dedi ki, hansı qanundan danışırsan, hansı qaydadan danışırsan, burada heç nə yoxdur. Və özü də vəzifəyə gedir. Birbaşa Tərtərin o cür faciənin, ölümlər içində olan adam, həm deyir, orada qanun qayda yoxdur, nə qanun, nə qayda. Azərbaycan qanun qayda var, həm də gedir, vəzifədən vəzifəyə gedir. Qurban bəy, mən bunları deyəcəm, yəni dinləyirəm, lazım gələsi olsa boşlara müftə. Sağ olun, mən ayrıldım. Sağ olun, sağ olun. Bizim namizədlərimiz var, onlara həddən artıq vaxt qaldı, amma bir söz verməliyik. Onlar görək bu baş verən hadisələrə münasibətlər necədir? Tərtər qatili Xanlar Vəliyevin mükafatlandırılması. Telman Ələkbər Soy, sizdən başlayacağıq. Ağsaqqal, buyurun, söz sizdə. Akşamınız xeyir olsun. Telman bəy. İcazə verin Qurban bəy, mən ayrılım. Buyurun Fərid bəy. Təşəkkürlər, çox sağ olun. Sağ olun. Buyurun Telman bəy. Vallahi dinləyirəm. Ayağımın altından yer qaçır. Ne demek lazım olduğunu sadece olarak bu adamın mükafatlandırılması deməli mən də müəyyən hadisələrin şahid olmuşam. Mənim yaşadığım kənddə bir neçə elimdən tarix yadımdan çıxıb bir uşaq da hərbi xidməti qurtarmaq üzrə olanda anasından danışanda demiş ki, ana 2 aydan sonra gəlirəm. Mən çox dəhşətli şeylər görmüşəm. Təsəvvür edin ki, 2 ay qalıb xəbərlədilər ki, gəlin evladınızı aparın, özünü araçdan alsın. Öldürdülər elə? Öldürdülər, bəli, öldürdülər orqanlarını. Mən orada atasına çox təkid elədim ki, dəfn mərasimini dayandır. Tələb elə, istintaq gəlsin. Rayon Rayfı komissarıdır və gələn bu deməli hardasa Bərdədə olmuşdu deyəsən. Və gələn bir 2 nəfər hərbiçi var. Onlar başa yığılır, danışırlar. Mən təkid eləmişəm ki, ataya ki, dəfn eləmə. Çağır, istintaq gəlsin, açılsın, cənazə açılsın, görə bunun nəyası bölümü. Orada tabii ki, kəndin icra nümayəndəsi, onun muavini məni təhqir elədilər. Quran sənlər qarşınıza nə qoymuşlar, nəsə bu atanı giyindilər. Onun bir xalası qız vardı, müəllimi idi. O rəhmətli, o qadın da uşağın atası, hətta Yasir'in onu döydü falan. Kine qarşısında nəsə. Mən onlar xoşunlaşanlar razılaşması olanda mən qadını tutarım. Orada onlar bir-birine zəngilədi ki, narahat olmayıb hər göz qaydasında. Mən ondan bildim ki, bu uşağın orqanlarını çıxardılar. Deməli bunlar bugün bunlar cinayətkarlar, bunlara nə demək, bunlara nə cür demək. Deməli dediği kimi ki, kim bunun bu Ali Başkomandan adını hərbidən xəbəri olmayan, hətta yefreytir, o rütbəsi olmayan birinin Ali Başkomandan olmağı bugün
Xanlar Vəliyev də və onun ətrafındakı o şaqa ki var, Azərbaycan xalqının qəhrəman oğullarını işgəncə ilə məhv elədilər. Təbii ki, bu ona rütbə verməlidir. Mən necə ifadə edeyim, vallahi necə ifadə edeyim, bunu mən heç cür şey də bilmirəm ki, yəni bu nə deməkdir? Bu ölkə necə? Ölkə idarə olunmur. Bu ölkədə necə ki, bəylərin qeyd elədiyi kimi, bu ölkədən nə dövlət qalıb, nə dövlətçilik qalıb. Bu, hələ polis rejimində bu cür danışanı dama qoymaqla və cinayətkəri rütbələndirib mükafatlarına məşğuldur. Qalanında yalnız bunlardan mənim sözümün sonu budur ki, bu rejimdən qurtarmasaq, bizim bu ölkənin, xalqın, bu millətin başı daha çox bəlalarda olacaq. Teşekkürler. Ben bu kadri bir de istəyirəm nümayiş elətdirəm və millət vəkili namizədlərdən istədim soruşam ki, bu tip dövlət idarəçilik metoduna sizin münasibətiniz? Kimisə çıxartmaq istəyirəmsə, onu heç kəs bilmir. Amma kimisə qəzetdə yazırlar ki, o çıxarılacaqdır. O bilsin ki, onun vəziyyəti daha da yaxşılaşır. Onu mən çıxartmayacağım. Əgər bir balaca doğrudan da o adama mənim iradım da olsa, o qəzetdə yazılana görə mən o iradı da bağışlayacağım ki, qoy bu cürə yola getməsinlər. Bu mənim ümumi sözüm. O ki, qaldı Usubova. Usubov 94-cü ildən sən. 94-cü ildə təyin olunubdur. General Usubov çox dəyərli insandır və çox da yaxşı işləyir. Ümumiyyətcə, mən Daxili İşlər Nazirliyinin işindən razıyam. O ki, qaldı Usubova, yenə də deyirəm, mən buna etibar eləmişəm və etibar eləyirəm və güman edirəm ki, öz işləri ilə bu elə özünü göstərəcək ki, bundan sonra da etibar eləyəcəm. Nə qədər ki, mən varam, Usubov da var. Heç də narahat olmayın. Mənim də varlığıma sizin heç biriniz şübhə eləyə bilməzsiniz. Mən də varlığıma şübhə. Buyurun, söz sizdə. Mən namizədlər istədim ki, yəni Surət bəy sizdən başlayaq. Bu cür dövlət idarəçi metoduna sizin münasibətiniz? Salam aleyküm, hər vaxtınız xeyir olsun. Qurban bəy, hamını salam, sizə salamlayıram. Namizədləri də hamını salamlayıram, uğurlar arzulayıram. Mən özüm şəhid ailəsiyim. Qardaşım Füzuli uğrunda gedən döyüşlərdə Allah rəhmət eləsin. şəhid olur. Allah ki, şəhidlərin hamısına rəhmət eləsin. Özüm 93-cü ilin mart ayında Ağdaş rayonuna o vaxt daxili qoşunlar komandanı Fəhmin Hacıyev gəlmişdi. Özüm gedib könüllü yazılmışam. Sənədlər hər halda hərbi komissariata durur. Aparmadılar ki, 5 evladım var, sən özün müharibə şəraitindəsən. 44 günlük döyüşlərdə 2 oğlum, biri 44 yaşında 2 oğlum qalıb. 4 uşaqdan ikisi tərəf olub, ikisi qalıb. Biri 39 yaşında, biri 44 yaşında. Mənim kəndimdən 5 nəfər getdi, könüllü yazıldı. Onun da ikisi mənim oğlanlarım idi. Uşaqların anası dedi ki, bu hakimiyyət bizə nə verib ki, sən heç olmasa birini saxla da bizim cənazəmizi yerdən götürsünlər. Dedim, cəmaat qoymayacaq yerdə qalmağa. Biz hakimiyyəti yox, vətənimizi, dövlətimizi müdafiə eləməyə getdik. Neysə, mən həmişə deyirəm ki, bizim dövlətimiz yoxdur. Məni qınayanlar çoxdur. Bizim dövlətimiz kağızdır. Nə müstəqilliyimiz var, nə dövlətimiz var. Mən uzun danışmayacağım, vaxt azdır, namizədlər çoxdur. Mən bu cür təcrübəli insan, Ərəstun Orucu danışanda mən çox təəccüb qaldım. Bir baxın, 18-ci ildə Oktay Gürəliyev tərəfindən başlandı, sonra Ərəstun Orucu davam edildi, sonra siz mütəmadi surətdə hər gün demək olar ki, bu tərtər cürətləri işğalandırdınız, ifşa elədiniz. Allah işini avan eləsin. O neydi? Yevlaxov bizim qardaşımızın adı. Aslanoğlu 2 dəfə də bizim kəndə gəldi. Mən
dəvətimlə. Nəticə olmadı. 21-ci ilin mart ayının səhv bilmirəmsə 17-sində prezident fərman verdi ki, istintaq qrupu yaradılsın. 16 dekabr 2021-ci ildir. Bəli. Amma buna baxmayaraq Qərəstin Orucu bu gün deyir ki, mən də tam aydın oldu mənə ki, bunun başında prezident durur. Bu 21-ci ildə verdiyi sərəncamı 25-ci ildə hələ güya ki, Qərəstin Orucu yağın gün zarafatla deyir. Axır 22-ci, 23-cü illərdə məlum idi ki, bu prezidentin bu cinayətlərin başında prezident özü durur. O aydın məsələdir. Mən sözüm bu qədər. Yəni bizim nə dövlətimiz var, yəni vaxt az olduğuna deyirəm amma, nə dövlətimiz var, nə müstəqilliyimiz var. Bunun səbəb bilirsiniz nədir? Qurban Məmmədov. Mən bir haşiyə gətirib, haşiyədən çıxım. 98-ci ildə Ağdaşlar önündə biz miting təşkil etdik. Yazıb elan vurduq Kəndlərəzada rayona ki, sosial tərəflərlə miting, işıq, qaz, iş yeri. Ağdaşında 86 min əhalisi vardı. İnanın ki, oraya 160-170 adam çıxmışdı. Qonşu rayonlardan polis gətirmişlərdi. Öz rayonumuzun adətən hansı rayonda miting olursa, o rayonu polisləri çıxartmırlardı. Ətrafdan gətirirlərdi. Orada polis kapitanı mənə dedi ki, ay qardaş, siz bura çıxmışsınız 150-160 nəfər, biz 200 nəfərik. Çıxın 3000-4000 nəfər, biz də rədd olacaq gidik xarabamıza. Bu hakimiyyət bizim millətin xislətinə bələddir. Bax, bu qədər zərər çəkmişlər. Bu qədər evlatları şikəst olmuşlar. Bu qədər evləri sökülmüşlər. Bu qədər narkoman deyib, nə bilim, siyasi başda hamısını türməyə basılmışlar. Bunlar bax bir yerə, bu qədər siyasi partiyalar, hansı ki deyirlər ki, biz ana müxalifəti, ata müxalifəti. Bunlar bir araya gəlmirsə, hakimiyyət yaxşı bilir ki, bir araya gəlmək, Azərbaycan xalqı bir araya gəlməyəcək. Ona görə də bu hadisələri bunlar törədirlər qorxmadan. Allah millətimizə insaf versin. Həmrəylik yoxdur. Bizim millətdə, bizim xalqda həmrəylik yoxdur. Nə qədər mən xalqı pisləmirəm. Mən qıramayım. Amma millətdə siyasiləşmə getmir. Bax, 18-ci ildən siz fəaliyyət göstərirsiniz. Hələ 170 min abunəçilərin sayı 170-ə qalxır. Əl-Surət bəy, dediyiniz eyiblər, nöqsanlar var. Mənim sualım konkretdir. Dədəsi deyirdi ki, kimin əleyhinə qəzetlər yazırsa, mən onu müdafiə edəcəyəm, duracaq yerində. Balası da cinayət törədənə orada medal verir. Dövləti belə idarə edirlərmi? Mən dedim, baxın, dövlətimiz var mı ki, dövlət idarə edirlər? Bura bir Rusiyanın bir vilayətidir, bir obyektdir. Bir obyekt kimi veriblər ki, götür işlədir. Bəs mən nə deyirəm? Deyirəm, dövlətimiz yoxdur da. Dövlət olsa dövlət idarə, konstitusiyamız var bizim də, ana yasamız var. Buna başqa şey yaramır. Konstitusiya əməl ilə yazılanlara. Ölkəni idarə elə. Axı bu dövlət deyil. Yoxdur, bizim dövlətimiz yoxdur, Qurban bəy. Kimə aydın deyil ki bu? Sağ olun. Təşəkkürlər. Mehdi bəy, buyurun, söz sizdə. Belə metodlarla dövlət idarə eləmək olarmı? Dövlət o vaxt dövlət olur ki, dövlət qanunlarla, ədalətlə idarə olunur. Hardadır Azərbaycanda ədalət? Hardadır qanun? Əlbəttə, Heydər Əliyev düz deyir. Ramil Osipov Daxili İşlər Naziri olanda Ziya Bunyadovun qətli açılmadı. Fatla Hüseynivin qətli açılmadı. Raul Rızayevin qətli açılmadı. Rövşən Əliyevin qətli açılmadı. Etibar Erkinin qətli açılmadı. Jurnalist Etibar Hüseynivin qətli. Hansını deyək? Əlbəttə, Tula xidməti göstərdi. O elə də olmalıydı. Dedim, nə qədər mən varam, çünki onlara xidmət eləmişdi. Onun qulağının dibində Məmmədov Daxili İşlər Nazirindən nə oyunlarda çıxmadı. Bir nəfər Ramil Yusupov cəzalandı mı? Xeyr. Əlbəttə, dövlət yenə də deyirəm, o vaxt dövlət olur ki, ədalətlə, qanunla idarə olunur. Azərbaycanda çox təəssüf ki, amma mənə təsir edən nədir? O alqışlarla Heydər Əliyevi hakimiyyətə gətirdilər, xilaskarımız gəldi. İndi onun cəzasını çəkirik biz. Bu idi xilaskarlıq. Ona görə mümkün də deyil. İkincisi də ki, biz tərtər qatillərin deyirik. Əlbəttə, Xanlar Vəliyev mükafatlandırılacaq. Niyə də mükafatlandırılmasın?
Çünki əmrləri icra edib. Əmrləri icra edənlərə də həmişə mükafatlandırırlar. Bu qanundur. Minlərlə gəncimiz danışmaq olmur. Yəni titrəyir, adam həyəcanla bilmir. Minlərlə gəncliyimiz əlindən aldılar o gəncliyimiz. Qeyrətli vətən oğulları, hansı ki, hər bir vətənə bağlı insanların məhv edib qoydular orada. Şikəst elədilər, qoydular. Valideynləri gözü yolda qaldı. Əlbəttə mükafatlandırılacaq. Niyə mükafatlandırılmasın? Bu Tula xidməti göstərib. Tular nə edirlər? Çörək paylaşısı verirlər, yal verirlər, mükafatlandırırlar. Eyni ilə belədir. Yox be ədalət. Üzr istəyirəm, Ərəstun bəy təzə zəngə birində. Alo. Buyur. Qurban bəy, mən bir daha üzr istəyirəm. Bütün namizədləri də salamlayıram bir daha. Buyurun. Əl-Sürət bəyə bir xahişim var. Əl-Sürət bəy, bilmədiyin şeyləri öz anladığınız şəkildə şərh eləməyin. Bu ən böyük yanlışdır. Mən təvazökarlıq edirəm. Heç vaxt öz işimin əhəmiyyətini artırmıram, amma yadda saxlayın. Oktay bəy, Allah şəfasını versin. Bu iş Allah şəfa versin. Ərəstun Oruclu ilk dəfə bu işi 17-ci ilin dekabrında, ardınca isə 18-ci ilin yanvar, fevral, mart aylarında geniş şəkildə, əhatəli şəkildə yazıb. Sizə sual verilir, Heydər Əliyevin dediyinə münasibət bildirmək. Siz Ərəstun Oruclunun dediyinə təəccüblənirsiniz. Təəccüblənmək lazım deyil. Ərəstun Oruclu faktlarla danışmağı sevir. Eşitdiniz mən nə dedim bayaq çıxışımda? Dedim ki, mənim əslində buna şübhəm yox idi. Sadəcə biri var ki, nəyisə faktın əsasında, dolayı və ya birbaşa faktın əsasında deyəsən. Biri də var ki, cinayəti törədən şəxs öz etiraf eləsin. Əzizim, bax, öz anladığınız şəkildə bunu deyirsiniz və sizin kimi də ilk dəfə efirə qoşulan insanlar var ki, onlar düşünür ki, sizin dediyiniz Quran ayəsidir, estağfurullah. Xahiş edirəm, bilmədiyin şeylərdən danışmayın. Siz deputatlığa namizədsiniz, siz parlamentə namizədsiniz, parlamentə namizəd səriştəli olmalıdır və səriştəli danışmalıdır. Bilmədiyi mövzuya öz anladığı tərzdə müdaxilə etməməlidir. Sizə uğurları arzulayıram və xahiş edirəm. Dediklərimi də nəzərə alın. Sağ olun. Ərəstun bəy, mən nəyi səhv dedim? Bir dəqiqə deyəsin. Ərəstun bəy qoşulsaydı canlı olaraq bu yaxşı olardı. Alo. Alo. Ərəstun bəy, Ərəstun bəy deyir, sual verdi. Mən üzr istəyirəm, mən adımı verdim. Ayırdım sıxatdan amma Ərəstun bəy sualı var. Ərəstun bəy buyurun, söz sizdə. Ərəstun bəy, mən nəyi səhv dedim? Siz deyirsiniz ki, mənim dediyimə siz təəccüblənmişsiniz. Nəyə təəccüblənmişsiniz siz? Mən yəni ki, sizin kimi o səriştəli bir adama, səriştəli də indi biz, mən naşıyam siyasətdə. Mən sizi o təhqir eləmək üçün demədim ki, mən onu. Mən yəni dedim, sizin kimi səriştəli bir adam hələ indi güya anlayıb ki, yəni mən dedim ki, yağın zarafatla deyir bunu Ərəstun bəy. Ki, mən hələ indi başladım ki, bunun başında İlham Əliyev özü durub. Mən sizi nə tənqid eləmədim, nə təhqir eləmədim. Yəni deyirəm, sizin kimi xüsusi xidmət orqanlarında xidmət eləmiş bir adam indi güya ki, indi bilib hələ ki, bunun başında İlham Əliyev özü durub. Mən üzr istəyirəm, yenə başa düşdüm ki, siz mənim nə dediyimi anlamamışsınız. Təəssüf edirəm. Sağ olun. Oldu. Oldu. Təşəkkürlər. Bu fikir müxtəlif oldu. Təbiidir. Mehdi bəy, mən üzr istəyirəm. Sizin sözü bayaq yarımca kəsdim. Ofeliya xanım, mən sizdən sonra üzr istəyirəm. Bir ana kimi bayaqdan oturmuşsunuz. Mənə dostlar da xatırladı tez-tez. Bu baş verənlə bağlı bir sözünüz var mı sizin? Dinləyirəm sizi. İndi düzdür, o qardaşlar düz deyir indi. O həqiqətən də indi necə deyim də düzgünlük yoxdur. Hamısı yalandır. Düzdür, hamısı mükaflandırırlar, böyüklər hamısını necə deyim, vəzifələrini qaldırırlar. Bizim balalarımız orada işgəncə görən uşaqlar düzdür. Adam min dəfə danışırıq bunları. İşgəncə görən uşaqları, zulm verən. Mən bu sözüm budur ki, Quran müəllim, mən buna üzümü tutaram İlham Əliyevə, Xanlar Əliyevə, Şəfaət İmrənova.
və Metin Ruzadəyə, bunların hamısı vəzifələri böyüyübdür. Bunların balaları xidmət edir. Bunların balaları da işgəncə görsə, ölüm ayağında olsa, onlar da sızıldayar. Onların da canları ağlayar. Mənim sözüm budur. 9 ildir mənim balam o işgəncələr görən uşağım o türmədə can verir. Mən elə müraciət edirəm bunu prezidentimizə, bütün adım çəkdiklərimə, sizə hamıza müraciət edirəm ki, ay prezidenti eşidin. Siz burada xarda oturanların hamısı mükafatlandırırsınız. Bu zərər çəkən balalarımızı nə günahı var ki, onları siz türmədə çürüdürsünüz? Mən üzümü tuturup xalqa deyirəm, mən o üzümü tuturup İlham Əliyev. Sizə milyon dəfə, milyon 9 ildir şikayət edirəm. İlham Əliyev, mənim balam orada can verir türmədə. Hər yerə gedir, necə deyim, hər şeydə zulüm verirlər balamıza. Eləsən türmədə yaxşıdır, yaxşı yola verirlər. Nədir bu? Həyat diyor bu balalarımız, ölüm ayağındadır bunları. Mənim sözüm budur ki, bunlara Allah insaf versin. Prezidentim üzümü tuturam. Ofeliya xanım. Bəli. Buyurun. Biz burada mövzu koymuşuz ki, artık Azərbaycan gördü ki, İlham Əliyev Tərtər cinayətini törədən, onun başında duran adama orden verib. Siz yenə də İlham Əliyevdən nəsə kömək istəyirsiniz. Anlamadım mən. Siz nə baş verdiyini başa düşmədi? Kömək istəmirəm, Qurban müəllim. Mən yəni tutub da bizim balalarımızı bıraksın. Ben balamı tələb edirəm onlardan. Onlardan nə kömək edə bilərəm? Onlar da öz istədiklərini edirlər. Elədiklərini edirlər. Xalqa zulüm verirlər sonra. Ofeliya xanım, Bəli. sizin uşağınızı tutan adama orden verib, mükafatlandırıb. Siz onu deyirsiniz ki, mən uşağımı bırakın. O sənin uşağı bırakacaqdırsa, bu alçaq cinayətkara niyə orden verirdi? Düzdür, vəzifələri qalxır da, onların balaları hamısı yatır, türkü kim yatır. Bizi kimi analarının balaları sızıldaysa can verir orada. Mən bu şey, inanım yoxdur. Prezidentim mənim heç inanım yoxdur. Düzdür, nədir, Qurban mənim, düz deyirsin. Hamısı günahkar, vinavat kimdir? İlham müəllim, hamısı İlham bizim prezidentdədir. Nə var prezidentimizdədir? Elədir. Oldu. Təşəkkürlər. Çox sağ olun. Ofeliya xanımın telefonunda da nəsə problem var. Bir qəribə bir səs verir efirə. Mehdi bəy, mən çox da üzr istəməyəm sizin. Söz sizdə. Sizin fikrinizi də kəsməyək. Siz fikrinizi tamamlayın. Sonra Ruslan bəyə verəcəm sözü. Bayaq qeyd elədiyim kimi Ramil Üsubov Heydər Əliyev dövründə Azərbaycanın dəyərli şəxsiyyətlərinin bir nəfərinin cinayətini bilavasitə onların iştirakçısı olub, bilavasitə o dəstənin başçısında olub, o cinayətin təşkilatçılarından biri olub. Heç bir cinayəti açmayıb. Şəxsən mən öz talimdə edirəm. 99-cu ildə mən şəhərlənəndə qanunsuz bir cinayət yaşamışlar. 31 dənə teleqramma vurdum Ramil Üsubova. Və Daxili İşlər Naziri qəbulunda oldum. Heç bir effekti olmadı. Çünki maraq var idi. Təsəvvür edin ki, polis rəisi Allah can sağlığı versin Nizami Sadıqov Ağdamdan idi. Nə qədər çalışdı ki, mənə kömək eləsin, mümkün olmadı. Yuxarıdan Əskər Ələkbərov, Daxili İşlər Nazirinin müavini idi. Onun sifarişi ilə mən həbs olunmuşdum. Və onun qohumlarının sifarişi ilə o təzyiq eləyirdi. Mümkün deyil. Həmən dövrdə ona görə indi deyirik ya, Heydər Əliyev deyir ki, mən onu cəzalandırmayacağım. Bəli, əlbəttə onun bütün tapşırıqlarını o can başla yerinə yetirmişdi. Necə ki, indi də o vəziyyət davam edir. Verilmiş əmrlər yerinə yetirilir. Ona görə ki, Azərbaycan qanunlarla, ədalətlə idarə olunmur. Nə vaxt qanunlarla, ədalətlə idarə olunsa dövlət, əlbəttə hər şey bərqərar olar. Amma indi hal-hazırki dövrdə bu mümkün deyil. Təşəkkür edirəm. Çox sağ olun, var olun.